أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيء ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم وما هذه الحياة الدنيا إلا لهو ولعب وإن الدار الآخرة لهي الحيوان لو كانوا يعلمون صدق الله العلي العظيم. Peyğəmbər adı Peyğəmbərə salavat zikr edir. Mövzumuz axirət mövzusu idi. Keçən cümə bu barədə danışdıq və bu gün istərdim ki, ümumiyyətlə bu axirət mövzusuna aid olan insanın dünyada əbədi yaşam istəyi, əbədi yaşamaq xüsusiyyəti bu hardan qaynaqlanır? Mövzu istəyirəm ki, bu əsasla, bu yöndə getsin. Çünki ən önəmli axirət barəsində danışanda ən önəmli mövzulardan biri də budur, bu istiqamətdədir. Quran-ı Kərimdə oxuduğumuz mübarək ayədə Allah Teala buyurur ki, bu dünya həyatı oyuncaqdan başqa bir şey deyil. Həqiqi yaşamaq isə əbədi yaşamaq, həqiqi yaşayış ancaq axirətdədir, axirət həyatıdır. Yaşamaq istəyirsən əbədi, o axirət həyatındadır. Kaş biləydilər. Quran-ı Kərimdə Allah Teala sonda buyurur, kaş biləydilər. O kaş biləydiləri Allah bir qeyd kimi vurur, amma əsas və önəmli olan hissə odur. İnsanın bilməsi o qədər zəruridir bu mövzunu, o qədər əhəmiyyətli mövzudur. İnsan bir ömür axirət həyatını fikirləşdiyi təqdirdə bir ömür insanı islah eləyəcək bu düşüncə. Bir ömür insanı nicat verəcək, insanı xilas eləyəcək. Amma yox, insan axirət barədə yox, elə dünyanı fikirləşsə ki, mən əbədi bu dünyada yaşayacam, yaşadığı bir ömür ərzində ancaq fitnə yaradacaq, ancaq xaraba qoyacaq, dağıdacaq adamı. İnsan fitrəti əbədiyyət üçün yaranıb, əbədi yaşamaq üçün yaranıb. İnsan əbədiyyət üçün yarandığına görə insan ölmək istəmir. Fikir verirsiniz, heç kəs ölmək istəmir. Mömin də ölmək istəmir, kafir də ölmək istəmir. Bəli, o xüsusi bəndələrdir, xüsusi şəxsiyyətlərdir ki, ölüm vaxtı ölümü gözəl xüsusiyyətlə, simə ilə qarşılayırlar. Deyir ki, bəli, həmd olsun Allaha ki, öz Rəbbimə qovuşuram. Fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə ki, qurtuldum. Mövlamız Əli ibn Əbi Talib əleyhissalam mübarək başına qılınc zərbəsi dəyəndə belə buyurdu. Bu fərdlər istisna, yerdə qalan hər kəs ölümü ağrı, acı kimi qarşılayır. Ölüm deyəndə görürsən də bəzən ziyalı insanlar, ağıllı insanlar, biri qulağını dartır, biri nə bilim neyinir, biri qəbrəstanlığın yanından keçəndə bir barmağın uzadanda güya çəkəcək bunu. Barmağın dişləyir, qoyur ayağının altına, barmağın dişləyir, qoyur ayağının altına. Güya bunu eləsə heç getməyəcək ora. Elə bu əbədi dünyanı tutub gedəcək. Və insan bundan qəflətdədir ki, zamanı gələndə la yəstəxiruna saatan və la yəstəqdimun. Heç bir dəqiqə də nə tez olacaq, nə gec olacaq. Zaman ki gəldi, o Allahın təyin elədiyi zaman yetişdi, ya Allah, götürəcək ölüm mələyi və yaxud da onun nümayəndəsi səni aparacaq lazım olan ünvana. İnsan ona görə, əbədiyyət üçün yarandığına görə, insan əbədiyyət arzusundadır. Məsələn, bu xüsusiyyət niyə məndə var? Məsələn, mən susuzlayıram, acıyıram. Mən ağrı hiss eləyirəm. Mən görə bilirəm. Təsəvvür elə dünya qaranlıq, zülmət olsaydı, görməyin nə xeyr olardı?
Heç nə. Heç yerdə bir səs olmasaydı, insanlar səslə danışmasaydılar, eşitməyin nə xeyri olacaqdı? Heç bir faydası olmayacaqdı ki. Təsəvvür eləyin, dünyada bunların heç biri yoxdursa, görməkdir, eşitməkdir, iyi qoxu yoxdursa, iyi bilməkdir, hiss olunan bir şey yoxdursa, hissiyat üzvlər, bunların heç birinin əhəmiyyəti olmazdı. İnsan dad bilmə xüsusiyyəti, nəyinsə dadı olmasaydı, dad bilmə xüsusiyyəti insanda niyə verilirdi? Heç bir əhəmiyyəti olmayacaqdı. Bunlar hamısı insana verilib ki, insan o vəziyyətə düşəndə, istifadə eləyəndə onlardan faydalana bilsin. Yaxşı, insana gəldi, əbədi yaşamaq xüsusiyyəti verildi. Bu meyil insanın fitrətinə yerləşdirildi. Yaxşı, bu xüsusiyyət insanın fitrətinə yerləşdirilibsə, bu insanın günahı nədir? Bir ömür dünyada yaşaya və istəyər ki, mən əbədi dünyada yaşayım. İnsan bəzən olur da özünə sual verir bunları. Yaxşı, mənim günahım nədir ki, mən ölmək istəmirəm? Mən elə istəyirəm əbədi yaşayam dünyada. Bu xüsusiyyət verilib də mənə. Yaxşı, bu xüsusiyyət verilibsə mənə, deməli bunun tətbiq yeri var. Necə ki, iyi bilmənin, görmənin, eşitmənin tətbiq ünvanı var, bu xüsusiyyət də mənə verilibsə tətbiq ünvanı var. Amma mən görürəm ki, bu tətbiq olunmur bu həyatda. Elə mən yaşayıram, hətta insanlardan əlavə heyvanlar belə əbədi yaşamaq istəyir. İnstinktiv olaraq onlar da istəyir ki, ölməsinlər. Onlar da istəyir yaşasınlar. Onlar da ölümlə mübarizə aparır. Görmüsünüz də bir heyvan can verəndə, bir heyvanı kəsəndə fərqi yoxdur, istər ölsün, özü ölsün, istər heyvanı kəsəndə o son nəfəsinə qədər mücadilə aparır, mübarizə aparır. O yaşamaq istəyir. Bu yaşamaq meyli bütün canlılara bəxş olunub. Allah tərəfindən hər bir şəxsə verilib. Yaxşı, əgər bu xüsusiyyət məndə varsa, bunun özünün axirət həyatının olmağına bir sübutdur, bu özü. Əgər bu meyl məndə varsa, ağıllı insanlardır da, Allah ağıllı insana ağıllı yaradıb da. Ağıllı insan yaradıb ki, insan düşünsün bir ömür. Baxsın, görsün ki, bu meyil məndə var, amma istifadə olunmur. Bu xüsusiyyət məndə var, istifadə yeri bəlli deyil. Necə ki, körpə uşaq ana bətnində ağzı var idi, indi o uşaq danışa bilsəydi, fikrin çatdıra bilsəydi, deyəcəkdi, ilahi, bu ağzı mənə niyə vermirsən? Burada nə yemirəm, nə içmirəm. Bunu mənə niyə vermirsən sən? Zaman gəlir, yeni həyata qədəm qoyur, növbəti həyata keçid edəndən sonra görür, yox, yavaş-yavaş bu lazım olur mənə. Eyni ilə həmin xüsusiyyət ana bətnində olan o uşağın ağzı, burnu və s. üzvləri kimidir, ayaqları kimidir, əlləri kimidir ki, ana bətnində lazım deyildi ona. Amma dünyaya keçid eləyəndən sonra gördü ki, bunların yeri buraymış. İnsanda olan o əbədi yaşamaq meyli dəlildir, sübutdur ki, insanın əbədi yaşayacağı bir yer var. Əbədi yaşayacağı bir məkan var. Elə bir məkan ki, orada ölüm yoxdur. Və innəd darəl axirətə ləhiyəl hayəvan ləv kanu ya'lemun. Ona görə Allah təala buyurdu bu ayədə mübarək Ənkəbut surəsinin 64-cü ayəsində buyurdu ki, əsl yaşam yeri, ölümsüz, aram, ağrısız, acısız yaşam yeri axirət həyatıdır. Orada siz yaşaya biləcəksiniz. O əbədi demirsən, ölməyim mən, həyatdan köçməyim, daha dəyişməyim həyatımı. Həmin həyat lazımdırsa sənə, həmin ünvandır, həmin yerdir, həmin məkandır. Əslində insan daim həmin həyatın arxasıcadır. Daim həmin həyatı axtarır. Görürsən, aram yaşaya bilmir, hərəkətdədir, tələsir. Fitrətən həmən yerə getmək istəyir. Fitrətən həmən ünvana getmək istəyir. Amma gedib çıxa bilmir. Deyir, sabah olsaydı, gələn ay olsaydı, növbəti il olsaydı, axşam olsaydı, səhər olsaydı.
İnsan bilmir ki, özü də tələsir həmən ünvana. Qərarlaşmağa tələsir. Sabit qalmaq üçün tələsir. Çünki hərəkətdədir də, dünya da hərəkətdədir, insan da hərəkətdədir. Görürsən, ay bədirlənəndə belə insanın qanının hərəkət sürəti artır. İnsanda xüsusi fərqliliklər yaranır. Hətta ayın bədirlənməyinin belə insanın orqanizminə bir təsiri varsa, fərqi yoxdur, müsbət, mənfi. Dənizlərin suyu qalxır, yüksəlir. Buna təsiri varsa, qabarmasına təsir eləyirsə, deməli dünya sabitlik yeri deyil. Dünya sabit bir məkan deyil. İnsan daim hərəkətdədir. Ona görə Allah Teala buyurur və innəl axirətə hiyə darul qərar. O qərarlaşmaq istəyirsən də sən, sabit qalmaq istəyirsən, aram yaşamaq istəyirsən, buyurur ki, axirət də həmin o darul qərar. Həmən yer oradadır. O köçəcəyin, gedəcəyin yerdədir. Yəsəlunəkə anis-saati əyyənə mursaha. Ey Peyğəmbər, səndən qiyaməti soruşurlar. Nə vaxt lövbər salacaq? Lövbəri gəmi salar da. Allah dünyanı bir gəmiyə bənzədir. Ona görə ki, hərəkətdədir dünya. Dünya hərəkətdə olduğuna görə dünyadakılar da hərəkətdədir. Gərgindir, narahatdır. İnsan da bir ömür həmin o sabitlik axtarışındadır. İstəyir getsin. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə deyir. Görürsən, dünya fırlanır da. Deyir, axı dünya fırlanır. Fırlandıqca bu dünya yox da dönüb var olur. Quruyan çeşmələrdən sular yenə car olur. Bu dünyanın xeyri də, şəri də təkrar olur. Niyə təkrar olmasın? Axı dünya fırlanır. Amma hərəkətdədir. Dünyada hər şey fərqliliklə, yeni bir formada gəlir sənə təqdim olur. Problemlər yeni simə ilə yaxınlaşır. Dərdlər, qəmlər, çətinliklər, hamısı gəlir insana üst tutur, insana tərəf meyl eləyir. Bunların hər biri insana onu göstərir ki, insan sən aramlıq üçün bir ünvan var, oraya üçün yaradılmısan. İlâ rabbikə yevmə izinil mustaqər. Sənin dönüş yerin o sabit, qalacağın yer sənin Rəbbinin yanıdır. Allahın yanıdır. Allahın yanına sən getməlisən. Orada sən aramlıq tapacaqsan. İnnəmə dünya daru məcaz vəl-axirətu daru qərar. Mövla Əli ibn Əbi Talib əleyhissalam gözəl bir neçə kəlmə ilə ifadə eləyir bunu. Buyurur ki, həqiqətən də dünya məcaz ünvanıdır. Amma qərarlaşmaq ünvanı axirətdir. Fəxuzu min məmərrikum liməqarrikum. Öz keçid elədiyiniz yerdən əbədi qalacağınız yerə nəsə bir şey götürün. Bir ərzaq götürün ki, orada lazımınız olacaq. Orada sizə fayda verəcək. Bir nəfər deyir, inna lillah və inna ileyhi raciun. Həzrəti Mövla Əli ibn Əbi Talib əleyhissalam baxdı. Dedi, bilirsən nə deməkdir bu inna lillah? Quran-ı Kərimin ayəsidir də buyurur, o zaman ki insanlara bir qrup insan ki onlara müsibət üz verə, onlar deyərlər inna lillah və inna ileyhi raciun. Allah tərəfindən gəlmişik və Allaha tərəf də qaytarılacaq. Bizim gəldiyimiz yer oradır, orada getməliyik. Öz kökümüzə qayıtmalıyıq da. İnsan öz kökünə qayıtmaq istəyir axı. İnsan kökünə can atır, gəldiyi yerə can atır. Mən istəsəm də, istəməsəm də mən fitrətən onu istəyirəm. Mənim ona bir səmimi fitrətimin tələbidir o. Batini aləmim onu istəyir. Mən desəm də istəmirəm. Məsələn, təsəvvür elə günlərlə susuzam, su içmək istəyirəm. Mən deyirəm, yox, su istəmirəm. İstəyirəm axı, mənim daxili aləmim, fitrətim istəyir. Mənim bu cismimin tələbidir o su. Acamsa yemək istəyir, susuzamsa su istəyir. Həmin o kök, o daxil, o batin nəyi istəyirsə, insan ona can atır. Həzrət Əli əleyhissalam dedi, buyurdu ki, inna lillah, yəni biz Allahın mülküyük. Allah tərəfindən gəlmişik, yəni biz Allaha məxsusuq. Allahın mülküyük biz. Allah bizim malikimizdir, sahibimizdir. Və inna ileyhi raciun, yəni biz öləcəyik
və öləndən sonra öz Rəbbimizə, Malikimizin yanına qayıdacağıq. Yəni bizim yerimiz onun yanındadır. Bizim yerimiz onun yanındadır. Biz harda gedib dayansıq, bizə yaraşmayacaq. Əslində bu, bilirsiniz nə boyda sözdür? Mövla Ali ibn Əbi Talib əleyhissalam buna görə ölüm anı dedi, and olsun Kəbənin Rəbbinə xilas oldum, qurtuldum. Dünyada harda dayansın sən, sənə yaraşmır dünya. Mən bir dəfə dedim Quran-ı Kərim ona görə lövh-i məhfuzdan indirilib ki, insan Allahın şah əsəridir. İnsan Allahın yaratdığı ən ali bir dəyərdir. Dəyər. Bəşər, insan ən ali bir dəyərdir. Bu Allahın yanından gələnə hansı proqram lazımdır? Hardan gəlməlidir bu proqram? Elə o proqram da gərək Allah yanından gələ. Çünki Allahın yanından gələn insan, inna lillahudur da, Allahın yanından gələn insana başqa hardan bir proqram gəlsə ki, o proqram əsasında sən həyatı qur, o insana yaraşmayacaq. O insan üçün kiçik olacaq. O insana yaraşan bir proqram olmayacaq. Ona görə insana yaraşan lövh-i məhfuzdan, yəni qorunmuş Allah dərgahında, qorunmuş lövhədən gələn Quran yaraşır. Bu insana olunan ən böyük ehtiramdır. İnsana yaraşan ən böyük hörmət əlamətidir. Ona görə Həzrəti Mövla Əli ibn Əbi Talib əleyhissalam buyurur ki, biz Allaha tərəf qayıdacağıq, yəni Allahın mülküyük və ölüb Allaha tərəf gedəcək, bizim yerimiz Allahın yanındadır. Allahın yanında bizim yerimiz var. Başqa yerdə bizə yer yoxdur. Çünki başqa hara baxsın, hamısı nədir? Məhvə məhkumdur. Kullu mən aleyhə fan. Nə varsa, kim varsa, hamısı məhv olacaq. Və yəbqa vəchu rabbikə zülcəlal vəl-ikram. Və sənin cəlal sahibi olan, kəramət sahibi olan Rəbbinin vəcihindən başqa hamısı məhvə məhkumdur. Sən nə etməlisən? Sən özünü qorumaq üçün, sən özünü əziz və hörmətli göstərmək üçün getməlisən, o ünvanı seçməlisən. Allah da bizə o ünvanı göstərir. Yaxşı, biz bildik ki, Allah bizə hörmət edir. Bunun üçün şükür edirik, minnətdarıq Rəbbimizə. Yaxşı, Allah bizi yaratdı bu dünyaya, niyə gətirdi? Elə birbaşa yaradıydı, aparaydı yanına, həmin yerə, həmin məqama, göndərdi bura, qaydaq. Quran-ı Kərim buyurur, və ma xaləqtul cinnə vəl-insə illə liyə'budun. Biz cinləri və insanları ancaq, mən cinləri və insanları ancaq mənə ibadət eləsin deyə yaratdım. Yaxşı, indi Allah təbarək və teala bizə 17 rəkət namaz qılmağa mı bu dünyaya gətirdi? Bizi gətirdi ki, sən get namaz qıl, ibadət elə, sonra gəl. Amma bunun ən sadə yolun, qısa və konkret insanın yaranmağının səbəbi, dünyaya gəlməyi bir yana qalsın. Ümumiyyətlə insanın yaranmağının səbəbini Allah belə izah edir. Hədis-i qudsidir. Çox gözəl eşitməli bir hədisdir. Çox mötəbər bir hədisdir. Buyurur ki, Yəbnə Adəm xaləqtul əşyaə liəclik. Buyurur, ey Adəm övladı, yəni insan. Adəm övladı deyəndə hədislərdə, yəni insan. Fərqi yoxdur, hər bir insana şamildir. Buyurur ki, mən bütün bəşər varlıq aləmin sənin üçün yaratdım. İnsanı elədi nə? Hakim. Onların sahibi. O mülkün sahibi, maliki oldu nə? İnsan. Və xələqtukə liəcli, amma səni özüm üçün yaratdım. Bu da həmin hədisi, həmin o ayənin belə deyək, başqa bir növ izahı və təfsiridir. Buyurur, nə varsa bəşəriyyətdə hamısını sən üçün yaradın, insan, məxluqlar arasında, varlıq aləmində. Nə varsa hamısını sənin üçün yaratdım. Xələqtul əşyaə liəclik, sənin üçün yaratdım. Nə varsa sənindir. Sən onların sahibisən, sən onların malikisən. Deməli, insanı Allah yaratdı,
Düzdür, bu başqa bir mövzudur. İnşallah bir dəfə Allah nəsib eləyər, bu yöndə də danışılar, mövzumuz olar. O özü müstəqil mövzudur. Ora daxil olsuq, o bəhsə başlasaq, artıq mövzu qarışacaq. Amma onu deyək ki, Allah insanı yaradıb, Allahın xüsusiyyəti budur ki, səxavətli bir şəxsin xüsusiyyəti necə ehtiram eləməkdir. Allahın zatı xüsusiyyəti səxavətdən və yaratmaqdan, mərhəmətdən ibarətdir. Ona görə o öz feyz və rəhmətin istəyir bəxş eləsin. Onun xüsusiyyətidir bu. O feyz və rəhmətin nəticəsində insan kimi əzəmətli bir varlıq yarandı. Amma Allah dedi ki, səni mən yaratdım, amma qoruyuram və qoruyacam. Səndən başqa nə varsa hamısının sahibi sənsən. Amma sənsən mənimsən, ancaq mənə məxsussan, insana deyir Allah. Yaxşı, insanın problemləri nə vaxtdan başladı? İnsanın problemləri malik olduğu şeyləri öz malikinə çevirdi. Sahib olduqların öz hakiminə çevirdi. Görürsən, dünya oldu insanın hakimi. Dünya insana hökm eləyir. İstəklər insana hökm eləyir. Nəfs insana hökm eləyir. Ev insana hökm eləyir. Maşın insana hökm eləyir. Paltar insana, libas insana hökm eləyir. Gözəlliklər ətrafında gördüyü təbiət insana hökm eləyir. Hansı ki, o insan üçün yaradılmışdı. İnsan onun hakimi idi, amma o insan onu gətirdi, özünə hakim təyin elədi. Bütün problemlər və gördüyümüz dünya bu vəziyyətə düşdü. Gördüyümüz vəziyyətə düşdü nəticədə. Nəyin nəticəsində? Onun nəticəsində ki, Allah yaratdığı hər bir şeyi insan üçün yaratdı, insanın mülkü olaraq yaratdı. İnsan isə onların hakimi idi, maliki idi, amma insan əksin elədi. İnsan onları gətirdi özünə, hökmran qərar verdi. Və nəticədə dünyanın bütün forması dəyişdi. Dünyanın nizamı dəyişdi. Dünyanın sistemi dəyişdi. İnsan hökm eləməli idi, amma mal insana hökm eləyir, mülk insana hökm eləyir. Bu zaman insan kiçildi. ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ. Sonra insan aşağıdan da aşağıya qaytardıq insanı. Kiçiltdik insanı öz elədiyinə görə, öz yerin bilmədiyinə görə, məqamın tanımadığına görə. Yaxşı, insan Allah üçün yarandı nəticədə. İndi insan necə bu varlıq aləmində hər bir şeyə malik olmalıdır? Necə sahib olmalıdır? İnsan necə qaytarmalıdır həmin o mülkləri özünə? Ki, mənim malım mənə hökm eləməsin, mən malıma hökm eləyim. Sərvət mənə hökm eləməsin, dünya mənə hökm eləməsin, mən dünyaya hökm eləyim. İnsan bunu necə əldə eləməlidir? Allah təbarək və teala bir dənə hədis-i qudsidə, başqa bir hədisdə buyurur yenə də, qısadır, yenə də qısa konkret Allah çatdırır bu məsələni, bu fikri. Buyurur, Yəbnə Adəm, ənə həyyun la əmut. Ey Adəm övladı, ey insan, ey bəşər, mən diriyəm, heç vaxt ölmürəm. Mən diriyəm, heç vaxt ölmürəm. Ölüm mənə aid deyil. Ətə'ni fīmā əmərtuk, həttə əc'ələkə hayya la təmut. Buyurur, sən də mənə itaət elə. Mənə itaətkar ol, mən də səni özüm kimi eləyim. Sən də diri qalasan, sən də ölməyəsən. Və ardıca buyurur, Yəbnə Adəm, ənə əqul lişşey kun fəyəkun, ətə'ni fīmə əmərtuk, əc'əlkə təqulu lişşey kun fəyəkun. Buyurur, ey Adəm övladı, ey bəşər, ey insan, mən elə bir varlığam ki, bir şeyə istədikdə, varlığı yaratmaq istədikdə ona ol deyirəm, o da olur. Sən də mənə itaət elə, sən də ol de, olsun. Sən də ona, mənim əmrlərimi itaət elə, sən də ol de, o da olsun. Deməli, Allah gətirdi nəticədə mülki varlıq aləminin, mülkiyyətinin insana verilməsinin açarının nə olduğunu təqdim elədi? Allaha itaət. Allaha itaət insana yaraşar.
Allahın yanında dayanmaq insana yaraşar. Ona görə dünya əbədi yer olmadı. Çünki dünyada insan dayana bilməz. Yaraşmır insana dünyada dursun, dayansın, ölməsin, yaşasın dünyada. Allah istəsəydi dünyada o sistemi qurardı. İnsan dünyada yaşasın. Amma Allah dedi, o dünya yaraşmır sənə ki, sən dünyada qalasan. Dünya sənin üçün kiçikdir, nöqsanlıdır, qüsurludur. Sənlə müqayisədə dünya çox kiçikdir. Ona görə sənə yaraşmır dünyada yaşayasan. Necə ki sənə Allah dərgahından gələn Quran kimi proqram yaraşır, sənə də Allahın yanında qalmaq yaraşır. Dünyada qalmaq yox. Ona görə Allah təbarək və təala əvvəldə oxuduğumuz ayədə buyurdu: "Və ma hazil hayatud dunya illa ləhvun və laib." Bu dünya həyatı oyun oyuncaqdan başqa bir şey deyil. Dünya ləhvdir, boşdur. İçərisi boşdur. Aldanma zahiri görünüşünə, formasına aldanma. İçərisi boşdur, ləhvdir, ləbdir, oyuncaqdır. Və innəd darəl axirətə ləhiyyəl həyəvan ləv kan ya'ləmun. Amma həqiqi yaşayış ünvanı, əbədi insanın istədiyi o axirət Allah yanındadır, axirət həyatıdır, həqiqi yaşayış. Kaş biləydilər. Allah sonda buyurur. Kaş biləydilər. Kaş biz də biləydik. Allahın verə izzətinə, əzəmətinə. Bizləri dünya və axirət, Peyğəmbər ali Peyğəmbərdən ayrı salmasın inşallah.